Dərs 7 tam cəbri ifadələrdir. Tam cəbri ifadələr haqqında danışacağım. Videoya keçməzdən əvvəl, izaha keçməzdən əvvəl videoları paylaşıb dəstək verirsiniz, çox sevinirim. Məqsəd kanalı qısa zamanda böyütməkdir. Böyük bir kütləyə çatmaqdır. Videoları çəkib paylaşmağa davam edəcəm. Ümid edirəm dəstək məqsədli videolarım, yəni kömək olmuş olar. Kömək olursa da mənim üçün nə xoş. Uzatmaq istəmirəm, keçək izaha. Tam cəbri ifadələr xüsusi çətinlik çəkəcək bir yenə dərs deyil, yəni çətin dərs deyil. Ümumiyyətlə riyaziyyatda yəni çətin ola biləcək dərslər trigonometriyadır, biraz üçbucaqlardır, çevrədir. Yəni birinci hissədən xüsusi çətinlik ən çox trigonometriya və funksiyada olur. Bunları sizə ən belə asan, sadə yadda qalan izah etməyə çalışacağam hamısını. Amma bu tam cəbri ifadələrdir falandır. Bunlarda yəni düşünmürəm ki, o qədər də xüsusi çətinlik ola. Tam cəbri ifadələrdən danışırıqsa biz bir hədli və çox hədlidən əsas danışacağıq. Bir hədli nədir? Tərif olaraq deyirik ki, ədəd, dəyişən və onların natural üstü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə biz bir hədli deyirik. Yalnız ədəd və natural üstü dəyişənlər də bir hədlidir. Burada məsələ olaraq vermişəm ki, məsələn 7x kvadratı 7x kvadratı y üstü 3z və yaxud da 0.6 n üstü 5 və yaxud da 5 də 3a bunlar bir hədlidir. 3a üstü mənfi 2 b üstü 4 bir həddi deyil. 2də 1 mn üstü 1.6 falan bir həddi deyil. Çünki biz dedik ki, ədəd, dəyişən onların natural üstü qüvvətləri. Standart bir həddimiz var, standart olmayan bir həddimiz var. Standart olmayan bir həddi nədir? Yəni məsələn tutalım ki, burada standart olmayan bir həddilərə baxaq. Burada verib 2a kvadratı b üstü 4 bir də a kubu verib. Bu standart deyil. Nəyə görə standart deyil? Bu a üstü 2 ilə a üstü 5 bizdə a üstü 5 verir. Amma bu götürüb a kvadratı a3 ayırıb. Yəni hasil olaraq bunu beləncə verib. A üstü 2 vurulsun a üstü 3. Bu səbəbdən də biz buna deyirik ki, bu standart olmayan bir hədlə adlanır. Eyni qayda məsələn yuxarıda da yenə həm burada 2-ni də ayırıb. Bu 2 ilə 4-ü hasil kimi yazmalıydı ki, 8 a üstü 5 B şəklində olmalı. Yəni bu standart şəkildə bu şəkildə olmalıdır. Amma bu götürüb neyini? Paralel. Yəni ayrı-ayrı yazıb, hasil olaraq yazıb. Bu səbəbdən də biz bunları standart olmayan bir hədlər deyirik və standart olan bir hədlərdə də gördüyünüz kimi qeyd olunur. Yəni 5a kubu x kvadratı, 2də 1 m kubu n. Yəni desə standart bir həddi nədir? Standart olmayan bir həddi nədir? Bilərsiniz ki, ümumi şəkildə yəni dəyişəni əgər parçalayıb eləyibsə və yaxud da sabitsə, yəni əmsalı parçalı verirsə, bu standart deyil. Standart bir həddi hərfi vurğulardan əvvəl yazılan ədədi vurğuya əmsal deyilir. Yəni bunu da vurğuladım ki, nədir? Standart bir həddi ədədi vurğudan əvvəl hərfi vurğulardan əvvəl yazılan ədədi vurğuya əmsal deyilir. Ki, bu da ədəd olur həmişə. Tərif bir həddə dəyişənlərin üstləri cəminə bir həddinin qüvvəti deyilir. Bizə desə ki, bir həddinin qüvvətini tapın. Bir həddinin qüvvətini tapmaq üçün biz nə edirik? Yalnız dəyişənlərin qüvvətlərini toplayırıq. Əmsala dəymirik, əmsalın qüvvətini saymırıq. Çünki biz qayda olaraq dedik ki, bir həddə dəyişənlərin üstləri cəminə bir həddinin qüvvətinin dərəcəsi deyilir. Əmsal bizdə dəyişən sayılmır. Yəni əmsal həmişə ədəd olur. Burada gördüyünüz kimi qeyd olunub a kubu b kvadratı c-nin qüvvəti 3 üstə gəlsin 2 üstə gəlsin 1 eləyib 6 və yaxud da 34 a kvadratı b-də 2 üstə gəlsin 1 eləyib 3. Oxşar bir həddlər var. Oxşar bir həddlər nədir? Yalnız əmsalları ilə fərqlənən bir hədlərə biz oxşar bir həddlər deyirik. Məsələn gördüyünüz kimi dəyişən hissələri eynidir. A kvadratı b-də, a kvadratı b-dir. Üzr istəyirəm. Dəyişən hissələri 1-dir, amma əmsal hissələri fərqlidir. 4-dən 2-də 1-dir. Amma yenə də bunlar nədir? Oxşar bir hədlərdir. Çoxhədli nədir? Çoxhədli bir hədlərin cəbri cəminə çoxhədli deyir. Yəni 2 dənə bir hədlini toplasaq bu bizdə nəyə verəcək? Çoxhədlini verəcək. Qeyd olaraq deyirik ki, hər bir hədli olan çoxhədlidir. Yenə burada eyni qaydada standart çoxhədlimiz var, standart olmayan çoxhədlimiz var. Yəni bir həddidə standart olması necə idisə, çox həddidə də elədir. Məsələn, burada standart olmayanlara baxaq. Gördüyünüz kimi a kvadratını parçalayıb 8a kvadratı yazıb, 5a kvadratı yazıb. Yəni bunların hələ ikisinin bir yerdə bu 13a kvadratı yaza bilir. 13a kvadratı çıxılsın 3a kubu kimi yazsaydı, biz artıq buna nə deyəcəkdik? Standart çox hədli deməliydik. Amma bu neyini? Burada bunu parçalayıb. Yəni buna görə biz buna deyirik ki, bu standart bir həddi deyil.
Burada qeydlərimiz var. Deyir ki, ixtiyari çox hədinin əmsalları cəmi dəyişənlərin yerinə 1 yazıb hesablamaqla tapılır. İxtiyari çox hədinin sərbəst həddi dəyişənlərin yerinə 0 yazıb hesablamaqla tapılır. Əmsalları cəmində dəyişənlərin yerinə də 1 yazıb hesablamaqla tapa bilərsiniz. Amma elə normal qaydada əmsalları götürüb hesablayırsınız. O sizdə əmsalları cəmi adlanır. Daha sonra ixtiyari çox hədinin sərbəst həddi var. Dəyişənlərin yerinə 0 yazıb hesablamaqla tapılır. Yəni sərbəst hədd nədir? Bunu sizə deyim. Sərbəst hədd yanında heç bir dəyişən olmur. Yəni sərbəst verilir. Məsələn 8x kubu üstə gəlsin 3. Burada 3 bizdə nədir? Sərbəst həddir. Daha sonra tərif standart şəkildə çox həddiyə daxil olan bir həddinin ən yüksək dərəcəsi çox həddinin dərəcəsi adlanır. Çox həddinin dərəcəsi bir həddidə nədir dedik? Dedik ki, dəyişənlərin qüvvətlərini toplayanda bu bizdə bir həddinin qüvvəti verilir. Amma çox həddidə belə deyil. Çox həddinin qüvvətini tapmaq üçün və yaxud da dərəcəsini tapmaq üçün ən böyük götürürük. Məsələn, burada baxaq. Bunun nədir? Qüvvəti 3-dür. Bunun qüvvəti 4-dür. Bunun qüvvəti nədir? Və yaxud da dərəcəsi 5. Biz desə çox həddinin dərəcəsini tapın, ən böyük götürürük. Gördüyünüz kimi dərəcəsi 5-dir. Yəni belə xüsusi çətinlik çəkəcək, nə bilim, baş qarışdıracaq məqamlar yoxdur. İfadələr var. Tərif olaraq əməli işarələrin köməyi ilə yalnız ədədlərdən düzələn ifadələrə ədədi ifadələr deyilir. Okey, bunları bilirik. Tərif olaraq ifadədə dəyişən iştirak edirsə bu ifadələr dəyişən olmayan ifadələr deyilir. Bunu da bilirik. Tərif olaraq toplama, çıxma, vurma və sıfırdan fərqli ədədə bölmənin köməyi ilə ədədlərdən düzələn ifadələrə ədədi ifadələr deyilir. Bunları yəqin ki bilirik, bilməmiş olmarıq. Tərif olaraq məxrəcə dəyişən olan ifadələrə rasional ifadələr deyilir. Bunları bildik. Rasional ifadə və yaxud da rasional kəsirdə deyə bilərik. Qeyd olaraq burada qeyd eləmişik. Mənfi ədəddən kəsir üstü qüvvətinə baxılmır. Mənfi ədədin kəsir üstü qüvvətinə baxılmır. Bəli, sıfırın yalnız müsbət üstü qüvvətinin mənası var. Sıfırın yalnız müsbət üstü qüvvətinin mənası olmalı. İndi biraz qabağa gedək, onu deyəcəm niyə həll olunub. Çünki istənilən ədəd üstü mənfi, yəni məsələn istənilən ədəd üstü mənfi 2 onun kəsir deməkdir. İstənilən ədəd üstündə siz qüvvətində mənfi nə bilim 5 gördünüz, mənfi 2 gördünüz, o onun kəsir olmalı deməkdir. Məsələn 2 üstü mənfi 2 4-də 1 deməkdir. Çünki mənfi olanda həmişə biz onu kəsir kimi yazırıq. İndi burada qaydada danışacağım. Ona görə onun mənası yoxdur. Yəni bu bölmələrdə mənası yoxdur. İndi gələcək dərslərdə limitdə falan danışacağıq. Onlar ayrı. 0 çünki sıfıra bölmə olmadığına görə mənfi qüvvət də olanda kəsir olur deyənə sıfıra bölmə olmadığına görə avtomatik olaraq deyir ki, yəni olmaz. Yalnız müsbət üstü qüvvətlərin nəyi var? Mənası var. Mənfi üstü qüvvətlərin mənası olmayacaq. Eynilik olaraq burada dəyişənin bütün mümkün qiymətlərində doğru olan bərabərliyə biz eynilik deyirik. Yəni ən çox həddidə bu da çıxa bilər qarşınıza. Deyər ki, məsələn, hansısa bir dəyişəni tapın və yaxud da indi baxar da hazırda xüsusi bir şey gəlmir aldım, amma bilməli olacağımız xüsusi qaydalardır. Daha sonra burada əsas olan müxtəsər vurma düsturları, qüvvət düsturları. Qüvvət düsturlarını qeyd elədim. Həmişə bilək ki, istənilən ədəd üstü 0 1-ə bərabərdir. A fərqli mütləq 0 olmalıdır. A üstü 1 A'dır, bunu bildik. Bunu vurguladım ki, istənilən ədəd üstü mənfi qüvvət onun kəsir formasında yazılışı deməkdir. Məsələn, 5 üstü mənfi 2, 25-də 1 deməkdir. Yəni 1 bölünsün 5 üstü 2 deməkdir, o da 25-də 1 verir. Əsaslar eyni olduğu müddətcə, əsaslara eyni olan qüvvətlər vurulanda qüvvət üstləri toplanır, n plus n yazılır. Çox çıxacaq qarşımıza. Bölünəndə qüvvət üstləri çıxılır, amma əsaslar mütləq olmalıdır, eyni olmalıdır. Əsaslar fərqli olsa, bu düstura bizdə işə yaramayacaq. Yenə əsas eyni olduğu müddətcə A üstə n-i verib, burada artıq biz onun hasilini tapırıq. Burada eyni mötərizədə yazanda biz bunlara ayırıb A üstdən vurulsun, B üstən n şəklində yaza bilirik. Mütləq bilməli olacağımız düsturlardır bunlar. Daha sonra burada yenə bölməsi üçün də eyni qayda keçərlidir. Sonra burada müxtəsər vurma düsturları var. Müxtəsər vurma düsturlarını əzbər bilməlisiniz. İndi burada vurgulamıram. Əsas olanları vurgulayacağım ki, bizdə burada əsas olanlar kvadratdır, bir də kubdur. Yəni kvadratla kubu biləndən sonra onsuz da görürüz ki, burada da onlar qeyd olunur. Müxtəsər vurma düsturlarını mütləq bilməlisiniz. Çünki riyaziyyatın çox hissəsində, yəni cəbr hissəsinin çox hissəsində müxtəsər vurma düsturları sizə lazım olacaq. A üstə gəlsin B-nin kvadratı, məsələn burada qeyd olunub A kvadrat üstə gəlsin 2AB üstə gəlsin B kvadratdır.
A çıxılsın B-nin kvadratı bərabərdir A kvadrat çıxılsın 2AB üstə gəlsin B kvadratdır. Bunun da isbatı var. Bunların isbatı həndəsə ilə verirlər. İndi baxaram. Yəni gələcək dərslərdə inşallah ki, isbatı falan da baxacağıq. Orada bunların isbatını verib sizlərə öyrətməyə çalışacağım. Köklərdən istifadə etməklə kvadrat üçədinin vurğulara ayrılması. Okey, bunlar bizim qarşımıza çox çıxacaq. Deyir x1, x2 ədədləri ax kvadrat üstə gəlsin, bx üstə gəlsin. S bərabərdir 0 tənliyin köklərdirsə, onda ax kvadrat üstə gəlsin, bx üstə gəlsin. S-ni biz bərabər də a vurulsun x çıxılsın x1, vurulsun x çıxılsın x2 kimi verə bilərik. Yəni olur. Misal olaraq da burada qeyd olunub. İndi misala da özünüz baxa bilərsiniz. Tam kvadrata ayırma üsulu var. Çoxhəllinin vurğulara ayrılması var. Biz çoxhəllinin vurğulara ayırmaq üçün müxtəsər vurma düsturlardır mütləq. Çoxhəllinin vurğulara ayırmaq üçün müxtəsər vurma düsturları. Bir tam kvadrata ayırma üsuludur. Bir də diskriminant, yəni köklərdən istifadə etməklə vurğulara ayırmadır. Tam kvadrata ayırma üsulu nə deməkdir? Çoxhəlli elə formada verilir ki, orada artıq biz biraz yaradıcılığımızı istifadə etməliyik. Yəni müəyyən işlər görüb müxtəsər vurma düsturuna gətirib o şəkildə həll etmək lazım. Məsələn, burada verilib x kvadrat çıxsın 2x çıxsın 3y kvadratı. Burada biz heç bir düsturu tətbiq edə bilmirik, heç bir müxtəsər vurma düsturuna gətirə bilmirik. Amma bizə işarə olaraq verilib də, burada göstərir ki, yəni sənə işarə olaraq mən vermişəm ki, x kvadrat çıxsın 2xy var. Yəni bu müxtəsər vurma düsturunun bir hissəsidir. Bizə nə çatmır? Y kvadrat çatmır və y kvadrat çatmadığına görə biz artıq bu 3y kvadratının üstündə, -3y kvadratının üstündə, necə deyim, hesablama aparmalıyıq, əməl aparmalıyıq. Burada gördüyünüz kimi verib ki, yəni y kvadrat çıxsın 4y kvadratı bizdə -3y kvadratını verir. Buradan sadələşdirmə aparıb, bu gördüyünüz kimi müxtəsər vurma düsturuna gətirib x çıxsın y kvadrat şəklində verilib. Çıxılsın 4y kvadratında 2y kvadrat kimi verilib. Sonra gəlib nə alıb? X çıxılsın 3y vurulsun x üstə gəlsin y kimi alınıb. Yəni çətin deyil, asandır. Bunları daha da yaxşı suallar, yəni tətbiqi suallar üzərində daha da yaxşı öyrətməyə, daha da yaxşı sizin yadınızda saxlamağa çalışacağım. Video bu qədər idi. Ümid edirəm nəsə öyrədə bilirəm. Dərs 7 kvadrat kökləri olacaq. Dərs 7-də görüşmək ümidi ilə.